Beni candan usandırdın. Cefaden yar usanmaz mı? Zeynəb Xanlarova müğənni olmasaydı kim ola bilərdi? Aha, aha. Mənim özüm hərdən özümə sual, mən özüm də vermişəm ha bu sualı özümə. O qədər məşğuliyyətim var ki, hərdən özümü yaddan çıxartıram. Vallahi canım. Mən bundan sonra heç oxumasam da Zeynəbə. Düzdür? 2000 rubl alardım. 2000'in içində neçə dənə palto ala bilərdim? 60, nə bilim, bir 3 dənə alardım da, düzdür? Grip oldum, soyuqda idi mənə, belə yatdım. Yəni ki, o günlər o da yadımdan çıxmayıb. Mən deyirdim ki, ay Allah, qurban olum sənə. Nə namaz qılıram, nə oruç tuturam. Ancaq bu şəhərimdəki var ki, paylayıram ha, nəyim var, 1 manatım, 5 manatım, 3 manatım ha. Bu mənim namazım, orucumdur. Hərdən mənim yoldaşım deyər ki, mən uşaqlara deyirəm ki, mən öləndə anamın ayağı, məni yandırarsınız. Anamın ayağının altında bastırarsınız. Çünki orada yer yoxdur. Ancaq atamla anamdır. Gör nə qədər ha ki, ondan ayrı düşməyim, gedim düşməyim o provinsiyasını xiyabana düşməyim də. Səlim hərdən mənə deyər ki, arxayın ol, sən rəhmətə gedəndə səni orada bastıracaqlar. Hele ki yerime girirəm. Dünyanı gedib gəzirəm. Haralarda nə olub, nə lazımdır. Olub da olub. Xarici nə olub, nə konsertlər olub, nələr olub, kimlərlə görüşmüşük. Bunlar hamısı gəlir yatanda hamısı düşür. Otur, səhər açılır. Səhər açılır, mən yatmamışam. İndi görsən, yatsam daha gözəl olaram. Siz elə belə o qədər gözəlsiniz ki, mən inanmıram ki, siz gecələr yatmırsınız. Ancaq özümüz adımı çəkdirməmişəm. Onun adını çəkib obrazını təsəvvür edəndə həmişə niyəsə qanadlarını, yaxud da qollarını çox geniş açmış. Üç çılğın, qeyri-adi temperamenti ilə, enerjisi ilə, bu yaraşıqlı və çılğın qadının yeri göyü dağıdan səsi ilə, hərəkətləri ilə bir obrazını təsəvvür edirəm, qadın obrazını təsəvvür edirəm və heç vaxt onu sakit, sərbəst, rahat oturmuş təsəvvür eləmirəm. Təbii ki, bu hallar istisna deyil, amma o daim narahat, nəsə eləmək istəyən və yaxud da eləyən bir insandır. Və son anlar sosial şəxsi məsələlərdən çox durğun həyat keçirdir. O Milli Məclisdə oturur və dediyimiz kimi müğənni peşəsi ilə, sənəti ilə çox az hallarda məşğul olur. Ancaq ən maraqlısı budur ki, o heç vaxt dəbdən düşmür. O həmişə öz şöhrət və məhəbbətini saxlayır. Ən geniş səmimiyyətində belə ifratsadəlik, ən böyük xoşbəxtliyində belə ifrat bəxtəvərlik, ən böyük qadağalarında belə ifrat sərbəstlik qoxuyan bu qadın, təpədən dırnağa sərbəstlik, azadlıq, enerji qoxuyan bu qadın durğun, sərbəst, süs hərəkətləri ilə belə yenə özkeçmiş və indiki şöhrətini birləşdirir. Və mən onu bu çılğın, emosional, qeyri-adi temperamenti, enerjisi olan bu insanı bugün sizə biraz da yaxından təqdim etmək istəyirəm. Biraz da yaxından sizə Zeynəb Xanlarovanı təqdim edəcəm. Zeynəb Xanlarova müğənni olmasaydı kim ola bilərdi? Aha. Mənim özüm hərdən özümə sual, mən özüm də vermişəm ha bu sualı özümə. Ki mən əgər müğənni olmasaydım, hansı sahə olursa olsun orada birinci olmalıydım. Bax nə sahə? Əgər partniyxalıqdır, paltar tikməkdir, olacaqdım mən.
birinci olmalıydım ki, amma mənim yanıma gəlsə, heç belə deyirlər, belə paltar tikən var. Olsaydım belə deyəcəkdim. Ya bir həkim olaydım, onun ən yaxşısından olacaqdım. Mən xoşlamıram ki, belə ortababılığı xoşlamıram. Hər sahədə oluramsa olum, o olmalıydım. Mən demirəm, birinci, ancaq bir sayılan, yəni ki, bu istərdim ki, həmən həkimi Zeynəb xanlarıvası olaydım. Paltar tikənin, partnixanın Zeynəb xanlarıvası olardım. Yəni ki, hər sahədə. Ümumiyyətlə bu şöhrət sizə nə verir? Bax, indi sizin bugünkü şöhrətiniz, sizin bugünkü sanınız, bu şöhrət, bax, bu hərdən baş gicəlləndirmə veribmi sizə? Və yox, heç vaxt. Bu şöhrətin ən yüksək pilləsi sizə nə verir və nəyi alır sizin əlinizdə? İnanırsınız ki, ya, konfeti çıxardım ağzım. Bir də bir səhnədə də eləmişəm. Ay, sağ ol. Hə. Bunun özü hələ təbiidir. O yazsın olacaq. Söhbət edirik. Bir dəfə mən təbiiliyi niyə görə xoşlayıram? İlk əvvəl 69-cu ildə mən Türkiyəyə gedən mən olmuşam. Birinci Azərbaycan müğənnisi kimi. Orada da Reyhanı oxudum. Bilirsən, birdən o şeydən keçirəm onu. Orada oxudum. Elə belə studiyada da yazırlar. Mən deyirəm, pəs bunlar danışırlar, mən də oxuyuram. Hələ bilirəm ki, hələ hazırlıq işləri görürlər. Oxuyuram özüm üçün də məşqdirlər. Dağlar qızı Reyhan, belə oxuyuram. Dedi, tamam, onların bir sözü var. Tamam, qutar, deyirəm, nə tamam? Elədi ki, biz yazdıq, deyir ki, yazdıq, deyirəm, onlar əl çalırdılar mənə, danışırdılar, deyir, biz belə xoşlayırıq. Mən bir dənə arzum var, bir dənə də arzudur mənim üçün. Çünki sənətimlə əlaqədar olan şeydir ki, bu təbiilik bütün televiziya kanallarında olsun. Onda xalqa çox xoş gələcək. Çünki xalqımız o qədər ayıq, bacarıqlı. Mən misal üçün deyərdim, savadsızı da. O demək deyir ki, mən əgər savadı yoxdursa, demək bu başa düşmür. Yox, o savadsızı var ha. Çox savadlıdan da inciməsinlər məndən. Yaxşı da başa düşürlər. Orada təbiilik olsun. Bilirsiniz, onsuz da inanmırlar o elə şablon şeylərə ki, bu budur, bu ütülü, budur, sığallı. Ütülü, sığallı, kraxmallı şeylər lazımdır. Nə varsa nə ol yenə. Ölürəm, mən özüm təbiiliyi xoşlayıram. Misal üçün, biri təbii danışanda, ləzzət verir mənə. O təbiidir, o enerjidir dəfədən dırnağa. Və o fərqinə varmır ki, hara və necə axır onun bu enerjisi, bu temperamenti. Çünki o belə yaranıb, heç vaxt dəyişilmir, çünki dəyişmək istəmir. Bugün Zeynəb xanım kimdir, hardadır, nə ilə məşğul olur? Ona qalsa bilsən, o qədər məşğul olurum, o qədər məşğuliyyətim var ki, hərdən özümü yaddan çıxartıram. Vallahi canım, o qədər doğrudan belə. Bilirsiniz, onda bir anam idi, cavanlıq illərində, bir mən idim. Oturardıq üzbəüz. Mən səhnəyə çıxırdım, oxuyurdum, gəlirdim. Neyniyim? Bayra çıxmağı xoşlamıram. Mən inanın körpəlikdən biz yuxarı məhəllədə olmuşuq. Mən yuxarı məhəllənin adamıyam. Orada Dağlı məhəlləsi, mən həmişə yuxarı məhəllə. Özdə, inan Allahım, birini qoyun, birini danışım. Mən yatıram. Bu qədər dünyanı gəzmişəm, bu qədər açığında yer qalmayıb ki, elə ölkə var ki, bilmirəm, bəlkə ola bilər bir dənəsində, iki dənəsində olmayım. O da ola bilər ki, çirkli ölkələr olub gedməmişəm. Bax, ona görə ürəyim istəmir. Yatıram. Bir dənə mənim xaricdə gördüyüm xarici ölkələr düşmür yadıma. O doğulduğum məhəllə var, küçə. Dağlı məhəlləsi. Bax, o həmişə
Mənim yadımdadır. Yəni demək istəyirəm ki, bizə hələ təzə verilmişdi ev. Anamla oturardıq, üzbəüz. Bax bu qardaşım qızıdır, görürsüz. Mən həmişə ömrü boyu yetim yesir anası olmuşam. Yanım görəm. Çoxdur qohum qardaşlar. Bu uşaqları mən yanımda olublar. Belə oturardıq. Üzbəüz. Neyim mən? Nə işlə? Demək getdim oxudum. Səhnədir də. Getdim tamaşamı oynadım, gəldim. Mahnıdır, oxudum. İndi bəs neynəməliyəm mən? Nə iş görməliyəm? Otururdum özümə. Hərdən deyirlər ki, bu misal üçün, mən o adamlardan deyirəm ki, paltarı tikdirim özümdə deyim ki, bu Fransadan gəlib, bu İtaliyadan gəlib. Onu deyə bilmərəm. Əynimdəki kostyum mən özüm tikmişəm. Deyə bilərəm, xaricdən gəlib. Pis deyil ki. Ha? Kardenin əsərləri, Kardenin... Hə. Yəni demək istəyirəm ki, mən vaxtımı, bilirsən nəyə keçirmişəm? Mənimlə bir vaxtda səhnəyə çıxanlar indi yoxdular, bilinmir hardadılar. Bilirsiniz, yəni demək istəyirəm ki, heç kimin qəlbinə toxunmaq istəmirəm. Bax, bu söhbətimizdə hərəyə Allah bəlkə onlara o bəxti verib Allah. Mənə də bu bəxti verib. Mənə deyib ki, sən belə olmalısan. Və məncə siz bəxti çox gətirmiş sənətçisiniz siz. Hə, mən özümü xoşbəxt hiss eləyirəm ki, hələ niyə xoşbəxt hiss eləmir? Əgər mən xalqım sevirsə, əgər mən 26 illiyimiz, 25 illiyimizi bu yaxında Səlim müəllimlə, yəni Səlim müəllim dedim, həyat yoldaşım. Keçirmişik, hə? Yəni mən dostluqda uşaqlarım var, tərbiyəli. Bütün respublika olan tərbiyəsindən danışır. Yaxşı, xalq istəyir. Vay. Bax, istəmirəm, danışım elə bilirəm ki, mən biraz özümdən danışsam, özümü tərifləm. Çünki o qədər insanlar var, özlərini tərifləyirlər. Mən deyirəm, elə bilirəm ki, olan şeyimi deyəndə, inan ha, Mehriban xanım, olan şey var. Bunu deyəndə, bunun üçün mən xəcalət çəkirəm. Pəs olmayan şey bəzi adamlar ki, otururlar, deyirlər, budur. Siz ona görə elə deyirsiniz də. Çünki o qədər olmayan şeyi tərif kimi deyirlər özlərinə ki, olan şeyi etiraf edəndə bəzən, bax bu cür insanlar utanırlar. Bax, indi misal üçün olan, dediyi deyirəm, mən bilirəm ki, siz inanırsınız. Tərbiyəli uşaqlarım var, respublika onlardan danışır. Həyat yoldaşım var. Hə? Evim, eşiyim, özümü qorudum o vaxt. Bax, mən bunu dəfələrlə demişəm. İndi bilmirəm, təkrar olmasın da. Təkrar çıxarsa, qoy mən çıxış eləyəndə eşitməyənlər bir də eşitsinlər. Mən 60 manatlıq, görün hardan gəlib, hara gedirəm, sualınızı belə qarışdıram biraz. Yəni, 60 manatlıq mən palto üçün, demək bir Vaqif kinosu var idi bizim yanımızda aşağıda. 40 pləkanda var idi oradan. Demək Dağlı məhəlləsinə bir fırlanıb bir tramvay gedərdi. Qabaq yuxu kimi gəlir, mənim tramvaylar götürüldü. Demək oradan yügürə Asəf Zeynallıdan qaçıram evə. Anam deyir ki, nə olub sənə? Deyirəm ki, vay. Univermaqda bir dənə palto görmüşəm. 60 manat, elə yaxşı, bu 60 manatlıq elə bir ki, indi 6000 manatlıq dollarlıq şubadır, nə bilim 10.000 manatlıq şubadır. Belə mənim üçün o pulu ki, mən öz, demək, həm xorda oxuyurdum, 40 manat alırdım, oradan 40 rubl. Həm də şeydə oxuyurdum, bu Asəf Zeynallıda, böyük Seyid Şuşinskinin sinifində, demək, 4-cü kursu idi. Bu, elə yüyürə gedmişdim evə. 16 rubildə oradan aldım. O vaxt rubil deyirdilər də. Anama qaçdım, dedim, tez mənə. Bir 4'üm çatmır paltoyu almaq üçün. Bax, onu həmişə yadımda salır. Həyatda biri mən qohumlarıma da deyirəm, yan görəsimdə də deyirəm. Heç vaxt demin ki, ay Allah, mənim niyə belə oldu, niyə belə oldu mənim üçün deyirəm, deməyin. Narazılıq eləməyin. Həmişə siz aşağı baxın. Bax, gör aşağıdakı necə dolanır.
sən aşağıdakindən yaxşısan. Ona deyirəm Allaha şükür. Şükür elə. İndi onu deyirəm, anamın yanına getdim. Onu verdi mənə. 4 rubli. O vaxt ki, mən Zeynəb Xanlarova çağırgah oxuyurdum. Ənvər Əlibeyliyə Allah rəhmət eləsin. Bir dəfə dedi, ay qız sən başımıza bəla olmusan, nə olmusan? Daha biz otura bilmirik. Bu qədər zəng olur ki, bu çağırgahı oğlan da oxuyan 4-cü kursdayım səsim. O səsi də nazik səs, oğlan səsinə oxşayır. Çağırgahı da qadınların içində oxuyan olmayıb. İndi bu saatda onu vurdum divara, bunu vurdum divara, belə sözlərlə, belə mahnılarla, əldə qarma mahnılarla çıxırlar. O vaxtlar çağırgah oxuyurdum. Nə yaxşı, nə qədər zənglər, nə qədər zənglər. Yəni demək istəyirəm ki, həmən o vaxt ki, 60 manatlıq paltoya mənim ehtiyacım olanda çıxmışdım, özü populyardım. Mən çıxanda olmuşam axı. Çünki çıxanda hərəkət gətirmişəm. Biz toxunacağıq. Mənə hərdən o məktəbi deyirlər ki, sənin məktəbin. Deyirəm, mənim məktəbim nə öyle göz qabağındadır. Statikadan çıxartdım, canlılıq gətirdim. Canlılıq, hərəkət. Yəni, o vaxt mən gedərdim toylara. Gəlirəm, çıxıram ora. 2000 rubl alardım. 2000-in içində neçə dənə palto ala bilərdim? 60, nə bilim, 3 dənə alardım da, düzdür. İkisi də qalardı tramvay pulu mənim üçün. Yəni mən... Azı 20 dənə ala bilərdiniz. Gezmirdim. Bilmirəm heç. Mən puldan başım çıxmır axı. 3 dənə ala bilərdim, yoxsa... 20 dənə ala bilərdiniz. Ay Allah. Azı. Hə, gör, fikir ver. Yaxşı, mən özümü qorudum. Dedim, yox, mən razı olmaram ki, məni pulla alsınlar. Vallah bu sözümlə mənim inciməsin. Hələ o vaxt idi. İndi deyirlər, ehtiyacla əlaqədardır gedirik. Belədir, belədir. Ay, vallah mənim ehtiyacım hamından çox olub. Ancaq indi deyirəm, Allah şükür. Şükür sənə. Mən o cür olmasaydım, bu səviyyəyə gəlib çıxmazdım. Hər eldə obada hörmət görmüşəm. Görüşlər, vidalar unudulmayın. Gəzir ölkələri nəğməm dünyada. Dünyanın xoşbəxti mənə dünyada. Mən nə var ya, deyir ki, mən oxumuşam. Mən bundan sonra heç oxumasam da Zeynəbəm. Düzdür canım. Belə səmimi söhbətdir də eləyirik. Ancaq axı bizim incə sənətimiz batır. Bizim sənət gedir. Şairlər deyir, hamı şair olub. Şairlər deyir ki, deyirəm, niyə yazmırsınız? Deyir də, hamı yazır da. Biz nə yazaq? Fərq yoxdur. Şorla bala, yağa fərq yoxdur. Bu fərqi qoyanlar yenə də mən deyirəm, oturub bu sahəyə baxan adam. Baxmalıdır. Siz sənətə gələndə təbii ki, çox yeniliklər gətirdiniz. Yəni bunu bilməyən yoxdur ki, ilk dəfə Zeynəb Xanlarova səhnəyə çıxanda ilkin çıxışları şok vəziyyətinə gətirirdi. Yəni bu xatirə kimi mən danışıram, yəni danışanları danışıram. Mən də öz valideynlərimdən eşitdim ki, Zeynəb, onların dilindən deyirəm, Zeynəb səhnəyə gələndə hərəkət gətirdi. Bizə göstərdi ki, müğənni yeriyir, müğənni yeyir, müğənni danışır. Yəni yeyir nə mənada? Bəli, bu canlıdır artıq. Bu rəqs edə bilər, bu gülə də bilər. Yəni o canlılıq gətirdi, təbiilik gətirdi, səmimiyyət gətirdi. Sizə mane olmaq istəyənlər çox idimi? Yəni sizin yolunuzda olan maneələr var idimi? Ümumiyyətlə Zeynəb Xanlarova səhnəyə çıxanda ona maneələr nədən ibarət idi? Var idimi və o hansı maneələri necə dəf eləyirdi? Mən belə deyərdim ki, əgər yaxşı sənət varsa, onun qabağında heç nə dayana bilməz. Nə maneçilik? Gəl mənə deyinən ki, oxuma. Əgər elə olub ki, o vaxtlar mən səhnəyə çıxanda həmişə hökumət konsertlərində mənə söhbət eləyərlər ki, bu Əzə Cəfərzadə mənim çox istəyirəm onun xatirini, böyük yazıcı kimi. Deyər ki, ay Zeynəb, arvadlar var ki, 80-90 yaşında. Deyir, Zeynəb oxuyanda sümüklərim yerindən şıqqıldayır.
Belə sözlər deyir. Mən belə şeyləri çox eşitmişəm. Ay yağı dağdan olub, nə bilim, axırda mən həmişə gözləyiblər ki, mən axırda oxuyacağam. Evet. Vurub televizoru sındıran olub, belə də şeylər də olub. İndi o bilirsiniz nədən? O məhəbbətdən gəlir də. Bu məhəbbəti də yenə də deyirəm, mən o adamlara borcluyam. Zeynəb Xanlarovanı Zeynəb Xanlarova edən təbii ki, birinci özüdür. Amma onu bu cür populyar, onu adi, belə deyək ki, axı həmişə bu sənətdə axın çox olub. Onların içindən seçən, çıxardan təbii ki, nəğmələr də olub. Bəli. Onun öz səsi, istedadı, Bəli, zəhməti bəli. danılmazdı. Amma yəqin ki, bəstəkar əli, bəstəkar xətti, tutumu, yəni bu düz üstə 100% düşməli idi. Hansı bəstəkarın Zeynəb Xanlarova üzərində böyük xidməti olub və Mən demək, mən elə yeni başlayanda oxumağa, yeni başlayanda gözümə ancaq şur təslimi. Sən uşaq olardın, sən bilməzsən, yadımda qalmır. Bir dənə mən bəlkə ştrix desəm, mənim o operator qardaşım da, bunlar da uşaqdılar. Sən də uşaqsan. Mən ilk dəfə özümün bəstələdiyim bir şur təslimi vardı qəlbimdən gələn. Məni candan usandırdın, cefaden yar usanmaz mı? Felekler yandı ahımdan, muradım şem yanmaz mı? Bak bunu mən özüm düzeltmiştim. Özü kim idi? Klarnet çalan Allah rəhmət eləsin Adil Bayramov var idi. O idi. Bir dənə Həbib Bayramov Allah rəhmət eləsin. O bir də bilmirəm vallahi yadımda qalmayıb. O Aftandil idi. Yoxsa bilməm. Qarmon var idi. Yox idi. Yox. Deyəsən elə belə olub. Nağara olub. Klarnet bir də tar. Mən bunu onların müşahidə ilə elə də gözəl çıxır. Elə də gözəl. Ha, qurban olun mənim tarıma. Bax, mən bayaq sual verdiniz. Üstündən nə qədər söz danışım, indi fikrimə gəldi. Demək, mən bu mahnıları ki, oxuyurdum. Ha. Onda Ələkbər müəllim eşitmişdi. O prokuror idi. Ki, bir mahnım var. Ha, nə yaxşı olardı oxusun. Qonşu qızı gəldim, ilk dəfə onlarda oxudum. Gəldim, oxudum, əvvəl içəri istəmədim. Elə bildim ki, o rusların sözü var, cikar edim də, belə, necə yan, mən qapıdan belə dedim. O ki, demirdim ki, xəbər göndərmişlər mənə, redaktor, o Arif müəllim qardaşı. Hə, bir yerdə gedəcək, bir yer var, bir yerdə. İndi ürəyim döyünür, ay Allah. Birdən, həm də oxumaq istəyirəm, ölürəm oxumaqdan ötürü. Hə, birdən deyirəm, girərik bir kampaniya zad olar, mənə də götürüb apararlar, alladarlar. Gördüm, içəri girdim, heç kim yoxdur. Aa, ürəyim sakit oldu. Sonra o Ələkbər müəllimgilə gedəndən sonra, inanın, mən ondan sonra getdim, bir ay xəstə oldum. Oturmuşam pəncərənin, demək, utanıram deyim ki, pəncərəni örtsünlər də, pəncərənin açıqdır. Mənim də stolum orada sökəlmişəm, elə bir arxamdadır da pəncərə. Utanmışam ki, deyim, pəncərəni örtsünlər də. Getdim, bir ay xəstə yatdım. Qrip oldum, soyuq da idi mənə, belə yatdım. Yəni ki, o günlər, o da yadımdan çıxmayıb. Xəstə, yəni biz o vaxtlar abır həya var idi. Bax, mənim ilk mahnım, sonra Ələkbər müəllimlə 17 il biz işləmişik. Nə mahnılar var idi. İndi də deyirlər ki, Zeynəb, elə bir ki, onun mahnıları sənə yaraşırdı da. Nə çıxırdısa, belə yaxşı xalqa çatırdı, cəmaata çatırdı. Zeynəb xanım, bunlar nə idi? Bu, yəni yaradıcı ünsiyyətin tapılmağı idi. Bu, məhz eyni havada, eyni nəfəsdə döyünmək idi ki, həmin mahnılar 100% sizin də ürəyinizcən idi. Yoxsa ilkin ifa sizdə idi və bu ilkin ifa sizin səsinizlə formalaşdı? Ola bilər ki, o mahnılar mənim, niyə? Ələkbər müəllimin elə mahnıları vardı ki, mən deyirdim, yox, mən bunu oxumayacağım. Yaxşı mahnılardır ha. Bu saatda o mənim, həmən o bəyənmədiyim mahnı var ki, var Ələkbər müəllimdə deyə tutalım da. Onu bu saatda versələr,
Elə bir ki, mənim bir ac adamın qabağına nəsə qoyarsan, onu yeyərsən. Çünki o nədəndir? O qədər ortalıq mahnıları var ki, məcbursan bunu oxumalısan. Bu mahnı 100 qat misal üçün o mahnılardan yaxşıdır. Vallahi birini qoyub dərd çoxdur ürəkdə, sənətə qarşı ya, incə sənətə qarşı. O bizim 20 yaşında, mən misal üçün onları yazdırmışam, bir 20 il bundan qabaq. Hamı retro mahnılardı, yaxşı mahnılar. Allah, özüm dayanıb baxıb ağlayırdım. Bizim qız var evdə, o da baxıb ağlayır. Deyirəm, hələ bir ölmüşəm, öz mahnılarıma qulaq asıb ağlayıram. İnan, belə baxırdım, ağlayırdım, deyirəm, Allah, nə ağlamalı günlərdir. Fikir ver, nə mahnılar var idi, indi nə mahnılar var. Görsünüz, nə qədər mahnıları indi bəzi oxuyanlarımız keçirlər, retro mahnıları yenidən qayıdacaqlar. Doğrudan da nəğmələr o illər insanların təmizliyindən, səmimiyyətindən xəbər verirdi. O nəğmələr sanki o insanlara yaraşırdı, onları bəzəyirdi. Və indi də o nəğmələr bizi o insanların ibrətamiz səmimiliyinə, mehribanlığına, sadəliyinə çəkir, aparır, qaytarır bizi o illərə nəhayət ki. Zeynep xanım, biraz şəxsi suallara keçək. Keçək də. İlk sevginiz Zeynep Xanlarova kimi sevdi birinci dəfə? Ay bala, mən desəm sənə ki, mən heç bir dənə mənim sevgim olub da. Mənim sevgilim anam olub da. O sevgidən heç cür belə mən çıxa bilmirəm. O sevgi, anam 8 ildə Allah ölənlərimizə rəhmət eləsin, gedib. O sevgidən mən çıxa bilmirəm də. Belə bilirəm, hər cüm axşamı gedirəm də, öpürəm, 100 dəfə daşı öpürəm, yalayıram, ağlayıram, gəlirəm. O məhəbbət mənim ürəyimdən çıxmır. O məhəbbət ürəyimdən çıxmır. Bax, ilk sevgim, ələ gözümü açıb, demişəm anamdır. Bəs həyatımı gec qurmağım da ondan əmələ gəlib. O qədər onu sevmişəm ki, fikrimdən çıxıb, həyat qurmaq lazımdır. Vaxt keçir, həyat qurmaq lazımdır. Bunlar da yadımdan çıxıb. Nə qədər insanda, mən demirəm valla, hamı anasını sevir. Elə deməsinlər, Zeynəb indi başladı anasını tərifləməyə, anasını istəyir. Yox, inanın. Mən deyirdim ki, ay Allah, qurban olum sənə. Nə namaz qılıram, nə oruç tuturam. Ancaq o içərimdəki var ki, paylayıram, ürəyim. Nəyim var? 1 manatım, 5 manatım, 3 manatım var. Bu mənim namazım, orucumdur. Deyirəm, ay Allah, nə yaxşı o məhəbbəti vermişsən mənə, anamın məhəbbətini. Həmişə də deyirəm, uşaqlarıma da demişəm ki, bilmirəm, valla, bəlkə sən səmimi ailə söhbəti eləyiriksə, bu ürəyimdən gələn söhbətdir. Hərdən mənim yoldaşım deyər ki, mən uşaqlara deyirəm ki, mən öləndə anamın ayağı, məni yandırarsınız. Anamın ayağının altında bastırarsınız. Çünki burada yer yoxdur, ancaq atamla anamdır. Gör nə qədər ağır ki, ondan ayrı düşməyim, gedim düşməyim o provinsiyasını xiyabana düşməyim də. Səlim hərdən mənə deyər ki, arxayın ol, sən rəhmətə gedəndə səni orada bastıracaqlar. Dedim, mən ancaq demişəm ki, uşaqlarıma, mənim qəbrim partlar ki, əgər gedin, bax danışıram, qəhər boğur məni, gedin anamın qəbrinin üstünə. Əgər ora getsəz, mənim ruhum xoş olacaq, mənə gəlməyin. Çünki mən getsəm sonra, mən öldüm. Bəs deyirəm ki, onlar getsin, mən anam getsin. Bax,
Sevgi dedin, odur sevgi. Benim sevgim odur. Sonra ailemdir. Bilirsiniz ki elbette. Aile kurmuşamsa uşaqlarım da, həyat yoldaşımdır, qohum qardaşımdılar. Bak canım, sevgim odur da. Bak 95 yaşındaydı da. İnanın, deyirdim, ay Allah, qurban olum sənə. O qədər indi çətindir də, xaricə getmək indi çətin olub, geri biletləri də sən alasan, özün alasan. Qabaq zəng edirdilər ki, Kanadada konsertdir. Sən çamadanımı yığ çamadanımı, oraya gedirsən. Çamadanımı hiç maraqlanmırdım. Biletimiz cibimizdə gedirdik. Həmişə də gedirdik, gəlirdik. İndi bilet az gedirik. O vaxtlar ki anamın vaxtında, o anam ki şey ev yoxdur. Ev yoxdur. Yox. Ya anadan danışanda bilirsiniz, gedirəm bir məclisə gedirəm, birini danışıram. Ağlamaq olmaz. Qoy söhbət eləyim. Gedib ağlayıram onsuz. Mən istərdim belə bir şey soruşum sizdən. Mənə çox vacibdir anadan. Yəni ananız da mı sizin bax bu məhəbbətinizin müqabilində sizi bu qədər sevirdi? Bəlkə də ola bilər ki, anam. Mənim bacım məndən çox istəyirdi. Bu sizə toxunmurdu? Yox. Dünya bir yanadır, o bir yana. Ay insana nə qədər məhəbbət verirlər, ana məhəbbət işlərimə girib. Onu inanırsınız, mən bir də sizə epizod deyəcəyəm. Bilmirəm valla, hansı ölkəydi getmişdim. Bir səhər danışırdım anamla, bir gün orta bir axşam. Bir səhər, bir gün orta bir axşam. Bir dəfə səfir danışdı, dedi ki, indi əl telefonları zat çıxıb da, qastinsada. Zeynəb xanım, siz bilirsiniz ki, Rus idi səfir. Bilməm hansı, yadımda durdu, o qədər ölkələr gəzmişəm. Siz bilirsiniz ki, nə qədər telefonla danışmışsınız. Yaman sevirsiniz, kimisə sevirsiniz yaman. Yəni elə bir sevgilimiz adım var da, belə də. Dedim, mənim bir sevgilim var, onsuz yaşaya bilmirəm də, anam belədir. Bilirsiniz nə qədərdir? Nə qədər siz çox sevirsiniz, nə qədər çox sevirsiniz belə. Dedim, deyəndə ki, anamı sevirəm, o da qəriblikdə daxı, səfirdir. Onun da gözləri doldu, dedi. Dedi, Zeynəb xanım, siz 2 konsertin pulunu danışmışsınız. Siz ki, ana məhəbbətindən danışdınız. Bu bir xatirədir. Yarısını mən götürürəm boynuma. Mən də anamı çox istəyirəm. Mən deyir, buradayam, deyir, anam rəhmətə gedib, deyir. Mən burada olanda rəhmət gedib. Mən deyirdim ki, Mehriban xanım, canım, mən deyirdim, ay Allah, qurban olum, bu qədər ki, mən xaricə gedirəm. Niyə görə dedim ki, o vaxt asan dedi, çox gedirdim. Ayda bir 5 dəfə 5 ölkədə olurdu bir ayın içində. Buradan gedirdim, oradan gedirdim. Deyirdim, ay Allah, anam qalıb axı ürəyim onun yanında. Baxmayaraq, qardaşım qızlarıdır, uşaqlardır, yanı yörəsinə qoyurdum, düzürdüm, storuş, yanıblar yanında. Başının üstündə. Qa-qu məsələsi var ha. Böyle. Deyirdim, ay Allah, mən əgər getdim, anamın başına bir iş gəlsə, olurduq Aynurun üstündə də, qabaq oradaydım. O 8 mərtəbədən yazıcıyam. Bu da mənim geroyluğumdur. Hər şeydə orijinallıq eləyirəm də. Səhnədə oynamaqda eləməmişəm, çıxmışam. Qəzəl oxumaqda, çağırgahda. Bunu da yazıram ora. Olsun üçüncü ki, mən demək anamın uğrunda getdim. Belə bir atacıydım oradan özüm. Allah nə qədər məni çox istəyib. Ki anam mənim öz qucağımda, mənim anam mənim yanımda rəhmətə getdi. Cücələrim, cücələrim, mənim qəşəng cücələrim, Rami, mama balaca olanda, sən yox idin, o balaca qız idi. Apardım, qoydum onu bağçaya.
Bağçada yaxşı oxudu. Oxuyandan sonra dedilər ki, çıx bir dənə səhnədə bir Leylin oxu bizim üçün görək ya. Necə oxuyursan? Dedi ki, Leylin yolunda, Azərbaycan qolunda. Çalır şərik, vurur şərik, Amma hara Leylin gedirəmsə. baba yolunda. Elə bil ki, darıxıram ki, tez evə gəlim. Elə bil ki, evdə nəsə eləyiblər məni. O bəlkə analı günlərimdəndir ki, həmişə tələsirdim evə gedim də. Həmən o fikirdir ki, tez evimə çatım. Ki, biraz da az görsünlər məni. Bildiniz, vaxtın çoxu, yəni evə sərf eləyim, evdə olum. Evə daha çox meyillisiniz. Evə çox meyilliyəm. Evə həddindən artıq meyilliyəm. Evdə nəyə tələbkarsınız? Çox tələbkaram evdə. Nəyə, evdə nəyə? Xoşlayıram ki, təmizlik olsun, xoşlayıram ki, belə hərdən niyə görə əsəbləşirəm, deyirəm, ay qız, mən bunu gördüm, sən niyə görmürsən? Bax, bu düzdür, bu düzdür. Ha əlləşirlər, istəyirlər mən deyən kimi olsun, gənə də bir o müsəlmanın bir şey o qəmbərqulu çıxartıram, o qəmbərqulu bir şeydən bir çıxartıram ki, bax, bu düzgündür. Ha, bax, bu pərdəni niyə belə ki? Bax, baxmamısan ona, görsən, o pərdə geri belə düz olaydı, bu elə olaydı. Belə də, belə fikirlərim. Bezirlərmi sizin kaprizlərinizdən? Yox, o qədər mənə çox istəyirlər ki, onlar bezmirlər. Onlar axı bilirlər düz deyirəm. Bilirlər düz deyirəm. Düz deyirəm. Hirslənirəm, deyirəm ki, niyə mən görürəm, siz görmürsünüz? Uşaqlarınızla, həyat yoldaşınıza qulluq edəndə əsas hansı qulluğu rahat bilirsiniz? Yəni ürəyiniz olur onu özünüz eləməyiniz. Elə bir şey varmı ki, ona heç kimə etibar eləmirsiniz, ancaq özünüz eləyirsiniz? Mənim o həyat yoldaşım elə gözəl insandır ki, doğrudan o heç vaxt çox şeylər mənə qıymır ki, mən ona qulluq eləyim, bunu eləyim, mən istəyirəm. Ancaq o deyir ki, axı bu qədər insan ola, sən otur, biraz oturaq, söhbət eləyik. O sizi başa düşür? O başa düşür. Başa düşür. Çox yaxşı başa düşür. Nə vaxt sənətinizlə bağlı qadağalar qoyurdu sizə? Heç vaxt. Olmayıb belə bir şey ki, mənə desin ki, yox, bu belə. Elə olsaydı, mən onda yaşaya bilməzdim ki, axı. Sən bilirsən, hər şeyi mən bütün bu Zeynəb olmuşam ona görə ki, o qadağalar ki var, onsuz da özümə eləmişəm. Bu tərəfdən də o eləsə, o görür ki, bu qadağanı, o mənə demir ki, çıxma bayra. O mənə demir ki, balkona çıxmağa balma. O demir ki, gedib gəzmə. Bunları demir, özüm gedirəm, xoşlamıram. Nə vaxt sizə desə, daha oxumayacaq Zeynəb, qadağan eləsə sizə, səhnəyə çıxmağı, oxumağı, nə edirdiniz? O mənim bir mahnım var, onu bilirəm ki, onu heç vaxt, qadağa sözü yox, bizdə elə şey yoxdur. Mən onu çox belə geridə qalmışdıq, hesab eləyirəm. Ay, ərim məni qoymadı, ərim dedi ki, səhnəyə, sən əgər səhnədə düz olsun, ər də səni qoyacaq. Ər səni qoyacaq. 1000 dənə kişinin içinə də girəcəksən, çıxacaqsən, ər qoyacaq səni. Deməli, inam var ona görə. İnam var, ay sağ ol, inam var. O qədər o qadağalar var, özümə ki eləmişəm ha. Onu mənə inan, nə atam deyib, nə anam deyib, bu içərimdən gəlib. Özüm fikirləşmişəm ki, bax, mən görürəm ki, bax, gördüklərim hamısı gözümün qabağındadır. Əgər desə Zeynəb xanım, birdən desə sizə səhnəyə çıxmağı qadağan eləyirəm, yaxşı məyanda, mən bəlkə onun kobud variantını deyirəm, yəni desə ki, mən istəmirəm sən səhnəyə çıxasın. O məni elə ona görə, mənim bir mahnım vardı, Külək, Nəbi Xəzrin sözlərinə, Külək mahnısı, hamının xoşuna gəlir o mahnı. Külək niyə belə əsirsən külək? Onu eşidib məni sevmişdi. Can səlirsən, Sözün üstünə gəlir. Sözün üstünə gəlirsən. Sənə, yox, desə sənə ki, qadağa eləsə ki, oxuma. Bir vaxtda desə, sən neyniyərsən? Sən nə dedin? Mən deyirəm ki, o məni elə mahnıma görə sevib. O istəyir, mən ölənə qədər elə oxuyum da. Zeynəb xanım dedi ki, Necədir? o deməyəcək, heç vaxt deməz. Bilirəm, deməz. Gördün, olamaz. Mən desəm sizə bir söz, inanarsınız. İnanmayacaqsınız. Şəkilə ərə getmişəm. Necə? Şəkilə ərə getmişəm mən.
Səlimlə həyat qurmuşam. Şəkillə mən onunla görüşə bilmərəm axı. Niyə? Hə? Niyə? Nə çıxdı demişəm baxdıma. Aha. Şəkilə, bax heç kim ərə getməyib şəkilə. Ola bilər keçmişdə o ki ataları qızlarını verərdilər ha. Heç bilməzdi kimi. Mən o formada olmuşam. Bu yaşda mən misal üçün həyat qurmuşam. O şəklini göstər. Necə yəni mən gedib oğlanla görüşməliyəm. Ki nə var bu mənə alacaq. Axı bu artıq Zeynəb Xanlarova adı var idi bu cür. Ondan sonra idi də. Olmazdı axı mən görüşməliyəm. Axı bunu ilə görüşmək üçün küçəyə çıxmalısan, mən küçəyə çıxam deyirəm. Həmişə ömür boyu qapalı. Bax bizim o yuxarı məhəlləyə gəldi çıxıb. O yuxarı məhəllədə bizimkilər hamısı çıxardı yuxarıda damımız vardı, dam. Qırdamlar olardı ya. Onların üstündə yatardılar yorğan döşək. Ay, hayf o günlərdən, vallahi. Hayf o günlərdən. Samavar qoyardılar, pendir qoyardılar, qarpuz qoyardılar. Nə bilim, dam bunlar üçün bizə nə idi? Villalar indi. Villalar belə gəldi, villalar belə getdi. O çörək qoyub yeyirdi. Açıq havada səma. Ne üçün həmişə deyirəm ki, başımda o qədər saç var idi, saçımı deyirəm küləklərlə qurudurdum damımızda. Bunu kitabıma da salmışam. Hə, bax, nə edirdim mən? Yəni dediniz, yəni çıxmırdınız ki, sizi görsünlər də. Hə, ay sağ ol. Orada bunlar yaxtardılar yuxarıda. Mən girərdim içəridə, pərdələri çəkərdim, yatardım evdə. Necə yəni, mən yuxarıda yataram. Birdən üstüm açılar, məni görərlər. Gör necə qapalı. Vallahi inan Mehriban, bunu mənə nə atam deyib. Atam çox belə baxmayaraq o neftçi olub da atam, savadsız adam olub və o deməyib bizə ki, qızım bunu eləmək olar, bunu eləmək olmaz. Anam, bəlkə Allah, mən bayağı birinci başlayanda dedim ki, o Allah içəriyə ki girib, deyib sən belə olmalısın da. Bundan qırağa çıxa bilməmişəm. Orada nə olar, heç tanımırdım, heç. Onda mən ped məktəbdə oxuyuram, mən oxuyurdum da ped məktəbdə. Sonra gəldim Asəf Zeynallıya. Yaxşı, orada mən kim tanıyır, heç oxumurdum. Ki deyim, hə, Zeynəb Xanlarova da yatıbdı, üstü açıldı. O açılsın da bir adamın üstü açılıb, açılsın, yorğandır. Düşüb üstündən açılıb. Elə bir də sizə nəzarət var və həmin nəzarətdə... Onda da mən özümü qorumum. Bax, həmən o fikir ki, beynimdə var. Ha, gəlib, çıxıb. Yenə də deyirəm, qurban olum. Bax, o içərimə girən var, yuxarıdakı giri var. O məni xoşbaxt edir. Onun kaprizləri, şıltaqlığı, bəzən də tələbkarlığı hər cür anlaşılmaz formada olsa da onu qəbul eləməliyik. Çünki bütün bunlar Zeynəb Xanlarovaya məxsusdur. Birinci ona görə ki, özünə qadağalar, ölçülər, məqsədlər qoymuş insanın prinsip və baxışıdır. Bir də ona görə ki, o Zeynəbdir. İkinci belə Zeynəb yoxdur. Bugün siz Milli Məclisdə millət vəkilisiniz. Bəli. Millət vəkilisiniz artıq neçə ildir? 4-cü il. Yəni siz öz borcunuzu, öz missiyanızı tam axıra qədər yerinə getirə bilirsinizmi? Bəli. Sizə harda daha rahat idi? Müğənni kimi səhnədə öz missiyanızı yerinə yetirmək, yoxsa millət vəkili kimi Milli Məclisdə? Mən bir söz deyim sizə, mən istəyir Milli Məclisdə olum. Mən Zeynəb Xanlarovayam. İstəyir Milli Məclisdə olum. Ya da adi Zeynəb Xanlarova, elə müğənni Zeynəb Xanlarova. O şey ki, o yaxşılığı ki, o adamlar ki, mənim qapıma gələrdilər, məndən bir şey istəyərdilər. Həmən o şeydir ki, Milli Məclisdə də var. Həmişə mənim yanımda oturan, mənim böyük hörmət elədiyim Firuz Təbrizli var. Bir oturarıq. Hərdən deyirik ki, hələ bir bizim qanımız birdir. Hələ bir ki, mən Firuzun başqa Zeynəb, Firuz, belə xarakterimizdə o qədər uyğunluq var. O da mərd adamdır. O da çox möhkəm adamdır. Deyim, Firuz, sən möhkəm olmasaydın, mən heç oturmazdım burada sənin yanında. Doğrudan. O mənə sual verir ki, görürdüm, bu bir yığın. Deyərəm ki, Milli Məclisdə məndən çox mənə gələn məktub bir var ki, mənim öz rayonumdan gəlsin. Bir də var ki, başqa rayonlardan.
Day nə qədər rayonlardan gələr mənə, hə? Oranın da deputatı var da, düzdür? Mən bir dəfə sual verdim. Mən Firuz ay Zeynəb, sənə gələn görürsən, sənə gələn məktub görürsən kimə gəlir? Az gözlərini üç görürsən, mənə deyir. Əşkəyib evdə oxuyarsan, belə eləyərsən, belə. Deyirəm, dözmürəm, çünki hər məktubda bir ürək döyüntüsü var. Hə, deyirəm, bu sənki deyir. Deyirəm, bu mənki deyir, mənə niyə gəl? Bəlkə səhv ediblər. Deyir, o Zeynəb Xanlarova yazıblar. Sən çünki Zeynəb Xanlarovasan. Sən zəng eləyib bir şeyi həll eləyə bilərsən. Amma qəribədir ki, deyirlər ki, Zeynəb, yəni belə bir fikir də var ki, Zeynəb Xanlarova deputat amma heç bir iş görmür. Bax, bunları bilmiyorum. Ay sağ ol. Bilirsiniz, mən durub büdcədən danışa bilmərəm. Düzdür? Nöş büdcədən danışım. Büdcənin professorları, akademikləri oturub orada. Onlar desinlər. Sonra mən elə boş yerə basım o bizim knopkamız var. Hə, bu nöqtə düzgün deyil orada qoyulmağı. Bu vergül orada düzgün deyil. Heç bir danışım, görsünlər ki, mən danışdım. Hə, mən danışmıram, iş görürəm. Yaxşı, mən bunların hansına o saçım sanı nə qədər var, mən eləmişəm. Elə olub ki, hətta mən ad çəkmək istəmirəm. Yan yörəmdə olanlar deyib ki, sən o maşına mindirirsən, ayaqları palçığın içindədir. Maşına da aynı iş mindirirsən. Nə lazımdır elədim bunun üçün. Gör nədir? Qoca arvaddır. Gəlir seçildiyim rayondan, Tərtərdən. Ayağında evdə geydiyimiz o başmaqlar yoxdur, evdə giyirsən. Çoğundur, soyuqdur. Oğlu 18 yaşındadır da. Burada eləməyib qulluq. Anası xəstədir. Ana dəlisi. Ana dəlisi. Ananın adını çəkən adam üçün mən neyniyərəm? Hə, gedib anasına dəyməyə deyib, şələ Tərtər zona, müharibə zonasıdır. Ya burada Ksalyansk qazarım, burada çəkdim, ya da orada edeyim. Özüm də o rayondanım. Uşaqdır, başa düşməyib. Bir həftə gedməyibdir. Buna iş veriblər. İş veriblər, tutublar 18 yaşında uşaq, süt əmər uşağı. Mən neyim? Götürdüm. Gedmədim. Evə gedmədim. Pererifə gedmədim. Getdim, oturdum otaqda. Zəng elədim. Hərbi prokurora. Çox sağ olsun. Çox sağ olsun. Zəng elədim. O adamı mindirdim maşına. Dedi ki, Zeynəb xanım, göndərin gəlsin arvadı. Nə lazımdır eləyəcəyim. Mən nə qəzetə vırdırdım onu. Nə şəklimi çəkdirdim arvadla ki. Mindim maşına. O Zeynəb ki, hər şeydən çəkindən. Eləyən, oturdum, düzdür. Prokurorun yanına çıxmadım. Maşında oturdum, görüm. Sözünə düz çıxacaq, ya yox, bilim də. Hələ atdım, ya arvadı getdi, bəlkə də hələ mənə dedi, bunu eləmədi. Oturum, indi gözləyirəm. Düz deyim sənə, bir 20 dəqiqə, 30 dəqiqə gözlədim maşında, şoferlə. Hə, şoferlə onu çıxartdığı yolu bilmirəm. Getdi, danışdı, söhbət elədi. Ay, indi arvad neynir, ay Allah. Arvad gəlib neynir? Deyirəm, gəl, nə oldu, nə oldu? Ay, gəlib, inan Allah, mən utanıram deyim. Əyilib ayaqqabımdan öpür. Qoymadım onu. Tuttum onu, özü 2 nəfərdir. Tuttum, qoymadım onu. İş görmək lazımdır. Bax, bunun kimi oturtdum, apardım, onun işini gördüm. Bu, demək, 15 ildə minlərlə belə şeylər olub. Cürbəcür şeylər. Bunu elə, bax, bunu elə. Yoxsa orada elə göstərsinlər sənə ki, sən də danışdın. Onu dayaz adamdır, o ki, deyir ki, danış. Zeynəb heç, açığın deyim sənə ki, Zeynəb bir yoldaş mənə çox belə mötəbər bir adam idi. Dedi, Zeynəb, sənin elə orada oturmağın bəsdir. Danışma, sən çox danışmısan, sənin səsin bütün dünyaya səsini qaldırmısan, danışmısan. Gözüm yollarda kalanda, yadıma seni salanda, gül yanağı solmasın, dağları duman alanda, gözüm yollarda kalanda, yadıma seni salanda, gül yanağı solmasın.
Mənim konsertim olmalıydı Almaniyada. Biletlər satılıb. Zəng eləyib, axşam da qırğın olub. Səhər də mənə zəng eləyiblər. Mənim səsim batmışdı o azadlığa. O rəhmətli xanım var idi, rəhmətə gedir jurnalistka. Yox, o bu. Elmira, Əmrah qızı. Onunla biz bir yerdə, inanın, səsimiz batmışdı. Azadlığa nə qədər biz xəbər verdik, qışqırırdıq, danışa eşitmək olmur, belə bir şey. Onsuz da bu faciə bizim hamımızın səsimizi batırıb ağlamaqdan, belə eləyib, belimizi qırıb. Siz bilirsiniz, mən təbii adamım da. Olmasa mən demərəm, olanın deyirəm ha. Vallahi elə adamlar var idi ki, mən Almaniyanı deyirəm ki, Almaniyadan səhər mənə zəng eləyiblər. Həmən o adam ki, Zeynəb xanım, hazırlaşırsınız da, çıxırsınız da, yarın çıxırsınız belə. Özü türkdü konsertimi quran Almaniyada. Dedim, həyatımda elə, o kişiyə elə sözlər dedim ki, demə, sizdə bəyəm vicdan yoxdur, qurudu qaldı. Gördüm, səs gəlmir. O nə bilsin ki, burada qırğın var. O nə bilsin ki, qırılıb cəmaatımız. Dedim, sizdə vicdan yoxdur. Siz ölünüzü qoyub, ölünüzü siz qoyub oynaya bilərsiniz, oxuya bilərsiniz. Belə elədi. Zeynəb xanım, xəbərləri yoxdur. Elə orada gedib çatmıyor, bax. Kiminiz rəhmətə gedib, kimdir? Dedim, mənim xalqım qırılıb, tankların altında qalıb. Xalqım qırılıb, mən hara gedim? Bir də gördüm, kişinin səsi gəlmir telefon. O gəlmir. Deyirəm, alo, gəlmir. Dedi, Zeynəb xanım, mənim ürəyim partladı. Mən indi elə bilirəm ki, bunun ürəyi partladı. Ona görə ki, mənim xalqım qırılıb ha. Yox, onun ürəyi partladı ki, bu qədər biletlər satılıb, indi bu evini satmalıdır. Evini, maşınını satmalıdır. Nə bilim, nəyin satmalıdır ki, bu biletlərin pulun, yerin pulun, konsertlərin pulun verməyə, bildin? Dedim, mən elə bildim ki, siz mənə deyəcəksiniz ki, mənim ürəyimi partlatdınız. Bu faciə sizə də mənim kimi təsir eləyib. Necə yəni, belə bir... Dedim, bilirsiniz, mən day sizinlə danışmaq istəmirəm. Mən bir kəlmə deyirəm ki, əgər mən orada 5 konsert verirdim, 15 konsert gəlib verərəm, o pullar qoy sizin olsun, satın evinizi də, maşınınızı da, nəyinizi də. Mən belə işlər eləmişəm. Ancaq nə qəzetdə verdim. Çünki mən bunu bir insanlıq, öz, necə deyirlər, namusum, qıryetim kimi bunu elədim. Elə bir ki, Allah elədim. Anam ölüb, mən də durub gedib konsert edirəm. Axı o da mənim balalarımdır. Qırılanlar mənim can ciyərlərim damısı. Vətənimin torpağım. Mən gedib yaşamazdım xaricdə. Cövdət Sunayın vaxtından mən gedmişəm 69-cu ildə. Millətimsiz, çox sağ olun. Ancaq torpağım. Mənə sosial səməyə qəhrəmanı adı verirdilər. Sosial səməyə qəhrəmanı. Öz gözümlə gördüm, göndərdilər. Özü Ayaz Mütəllibovun vaxtında. Göndəriblər. Bu yandan da bizim xalqımız qırılır. Çıx orada, nə dedim? Qarbaçova ölüm. Belə cürbəcür də. Mən deməzdim. Xalqımı istəməsəydim, heç onu deməzdim ki, Qarbaçova sabah mənə sosial səməyə qəhrəmanı verəcəklər. Onun stolunun üstündədir. Bizim də bir tanışımız var. Prokurordur. Onun da dostu, onun köməkçisidir. Fikir verin. Hər gün də maraqlanırdıq ki, açan verəcəklər, nə olacaq, necə çıxacaq bu. Bu momentdə bu müharibə başladı da, o qırğın oldu şəhidlərin vaxtında. Çıxdım onu dedim xalqın qabağında.
ki Qarbaçova ölüm, belə. Heç mənim o yaxşı o sözümü heç deyən yoxdur. Nə qəzetə yazırlar, nə dəftərə yazırlar. Nə oldu bu Zeynəb indi oturub o demək deyil ki, da mən büdcədən düzləyirəm. Mən xalqımla əlaqədar olanda danışa bilirəm. Bax, məndən başqa ikinci bir adam göstər ki, il saxladım. İl saxladım. Özü 1 il yarım. Mən 5 günlük dünya üçün yaşamamışam. Mən demişəm ki, evi yoxdur. 5 il mən o biri oxuyanlardan, mən oxuyanları nəzərdə tuturam ha. 5 il onlardan tez ölüm. Laf vaxtıma var mənim ha. Çünki yuxusuzluq adamın ömrünü nə qədər yuxusuz qalmaq olar, azaldır. Ancaq Zeynəb kimi ölüm. Necə varamsa, o cür. Mənə hərdən deyirlər, sənə nə olub, 80 yaşında adamlar kimi danışırsan. 100 yaşında adam demir ki, ölürəm. Deyirəm, yox. Ölümü hər gün yadda saxlamaq lazım. Təbii ki, özündən sonra Zeynəb adını sənətdə, həm də nəsildə iz qoyan, ad-san sahibi doğrudan da xoşbəxt olmalıdır. İllah da ki, bu qismətdən zövq alan, onu yaşamaqdan doymayan üçün. Bir də elə Zeynəb Xanlarova olmaq özü bir xoşbəxtlikdir. Zeynəb xanım, amma hamımız nə vaxtsa bu dünyadan gedəcəyik. Onu demədim. Yəni bu... Adam fikirləşəndə ki, bu dünyada olmayacaqsan. Bax, elə bu sual olmaz. Bu nə olar? Nə olacaq? Gəl, nə oldu? Dünyaya gəldin. İnarsan, yaş, mən elə biləm ki, dünən anadan olmuşam da. Dünən anadan olmuşam. Mən nə tez oldu? Nə tez oldu ki, belə uc gəldik də getdik də. Bu nə oldu? Nə olar qarğanın ömründən bir iz verəsən də? Qarğanın ömrü, qarğa da 2 il yaşayır, ver insanlara da. Zeynəb Xanlarovanın missiyası nədən ibarətdir? Yəni, sabah elə bir şey baş versə, deyə bilərmi, mən istədiklərimin hamısını həyata keçirdə bilmədim? Yox. Bəxtiyar Vahabzadənin gözəl sözü var, deyir, arzunun özündən doğan arzular. Mən yaşayıram, hələ deyirəm, ha, bax, hələ vaxta var, hələ bunu eləməmişik axı. Bu hələ olmayıb axı. Hələ Ramali evləndirməmişəm axı. Hələ bunu eləməmişəm axı. Hələ Zeynəb özü üçün yaşamır. Zeynəb balaları üçün yaşayır. Hələ bunu, bu olmadı hələ, bu nə oldu, nə tez oldu, ay Allah. Qorxuram, misal üçün, öz yaşımı yadıma salandı. Qorxuram, bir dəqiqəsində ya, istəmirəm. Qocalmaq istəmirəm. Sensiz geçen günlerim kövrəltdi məni sensiz. Yaman olur ayrılıq, bir qayığam yelkensiz. Sensiz bilmezdim belə, vüsal çağı uzaktır. Bilmirəm harda qaldın, gözləyirəm nə vaxtdır. Torpaqdan çıxmaq mənə elə Bu məşhur bir mahnınıza deyir sizə, nə yaxşı bu qumlu sahillər var. Dünyada nə qədər sərhəd görmüşəm, küləklər səsimi hər yana yayır. Hər eldə obada hörmət görmüşəm. Bu mahnı elə bil mənim üçün canım ciyərimdir. Dünyanın xoşbəxti mənəm. Dünyanın xoşbəxti mənəm. Ay Allah, xoşbəxt bir də o da olacağım mən. Xoşbəxt ancaq bir dənə. Qulağın necə? Qulağın səsdə la la lay lay lay, la la lay 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 lay. Gözüm yoldadır, gəlsin bizim əzizimiz. Görək nə deyir? Gəlsin bizim canımız, ciyərimiz, prezidentimiz, gəlsin görək nə xəbər götürür. Ay Allah. Heydər Əliyev bizim ağır zamanımızda Bakıya gəldi. Və elə bildim ki, mən həmişə demişəm ki, Azərbaycan bir evdir. Necə ki, evin böyüyü olar, yaşlısı olar, hörmət eləyərsən. Bax, mən bunu bu cür hesab eləmişəm ki, elə bil evin atası gəldi. Hər şey yaxşı olacaq. Torpaqlarımız alınacaq. Millət ağ günə çıxacaq. Bax, bu uğurlu gün, mən bunu hesab eləmişəm.
Dünyada ne kadar serhat görmüşem, Külekler sesimi her yana yayıp, Her ilde obada hürmet görmüşem, Görüşler vidalar unutulmayın. Her ilde obada hürmet görmüşem, Görüşler vidalar unutulmayın. Gezdir ülkeleri nəğməm dünyada, Dünyanın xoşbəxti mənəm dünyada. Gezdir ülkeleri nəğməm dünyada, Dünyanın xoşbəxti mənəm dünyada. O dünyanın xoşbəxti mənəm deyən, bəlkə doğrudan da çoxlarının aşa bilmədiyi, keçə bilmədiyi sərhədləri, hədləri aşmış, keçmiş, sənətçilərin bəlkə də çoxundan fərqli olaraq istədiklərinin hamısına çatmış, özünü ifadə edən bəlkə də doymuş bir insandır. Heç vaxt qocalmayan və qocalmayacaq bir qadındır. Heç bir vaxt hansısa bir qəlibə salınmayan, şux ruhu, səmimiyyəti, heç kimə bəlli olmayan stili və imici, heç vaxt bir mənalı qarşılanmayan üslubu ilə Zeynəb Xanlarova yeni idi, təzə idi və həmişə özünü sadiq olaraq qalan bir insandır. Və mənə elə gəlir ki, xoşbəxtlik çox mücərrəd anlayış olsa da Zeynəb Xanlarova xoşbəxt sənətçidir. Və bu insanın xoşbəxtliyi bəlkə də birinci ona görədir ki, ona görə yox ki, o tək istədiklərinin hamısına çatıb. Ona görə ki, Zeynəb Xanlarova bütün bu xoşbəxtliyi özü əldə edib. Özü öz zəhməti ilə, məhz bu məhəbbəti də, pərəstişi də, hörməti də, ailəni də, hamısını. Necə qəbul olunub, olunmamağından asılı olmayaraq heç vaxt özünü dəyişməyib. Həmişə necə var o cür görünüb, həmişə olduğu kimi olub, göründüyü kimi də olub. Və mən bugün onu sizə bax bu cür təqdim eləmək istədim. Öz səmimi etirafları ilə, sirləri ilə, fikirləri ilə bir yerdə. Siz mənim rakursumdan bugün Zeynəb Xanlarovaya baxdınız.